Salam hörmətli müəllimlər. Bu günləri mən daha çox WhatsApp kanalında sorğu qoymuşdum. Daha çox əsərlərin təhlilləri və testlərlə bağlı sorğuya çox hə gəlmişdi. İndi mən növbəti hissələrdə testləri davam edəcəm. İstədim bütün əsərlərin təhlilini yekunlaşdırım ki, artıq testlərə də keçid edə bilim. Deməli, bugün biz sizlə demək olar ki, YouTube-da siz axtarıb tapa bilərsiniz. Renoir'ın əsərlərinin təhlili var. Van Gogh'un əsərinin təhlilini qeyd eləmişəm orada. Claude Monet'in demək olar ki, 8-ci sinifdə bütün rəssamların əsərlərinin təhlillərini biz YouTube kanalından axtararaq tapa bilərsiniz sizlər. Bugün isə mən sizə Vasili Kandinski, yeganə təhlil eləmədiyim əsər budur. Vasili Kandinskinin Kazaklar əsəridir. Kazaklar əsərinin təhlilinə baxacağıq. Kazaklar əsəri ümumiyyətcə bilmənizi istəyirəm ki, Dövlət Trityakov qalereyasında saxlanılır, yəni Moskvadadır. Çünki elə Vasili Kandinskinin özü də Rus rəssam olduğuna görə əsəri də elə saxlanılır Trityakov qalereyasında Moskvada. Və ümumiyyətcə Kazaklar əsəri ümumi belə deyim orada ümumiyyətcə Vasili Kandinski rəhlərin də belə deyim mənalarını orada qeyd eləmişdi. Misal üçün əsərdə hər hansı bir ağ rəng varsa, Vasili Kandinskiyə görə bu dirçəliş, yəni başlanğıc deməkdir. Əgər qara rəng varsa, həyat sönməsi deməkdir, ölüm deməkdir. Qırmızı isə cəsurluq və özünü qurban vermək deməkdir. Gəlin əsərlərdə də gördüyünüz kimi əsərdə qara rənglər də var, qırmızı rənglər də var. Və bunlar hər birinin özünün rəmzi mənaları olduğu deməli. Həmişəki kimi, bildiyimiz kimi qara həmişə ölümdür, qara həmişə bədbinlik bir əlaməti olduğuna görə, ona görə qara ölüm və həyatın sönməsi, ağ yeni başlanğıc və dirçəliş, qırmızı isə cəsurluq və özünü qurban verməkdir. Keçdik əsərlərin təhlillərinə. Vasili Kandinski əsəri ümumiyyətcə 8-ci sinifdə çox rəssamların əsərlərindən, ümumiyyətcə bir neçə nəzəriyyələrdən daha rahat mövzudur. Mən düşünürəm ki, amma bir balaca da şəkillər şəklində belə şəkili köçürüb izahlara baxsaz, daha aydın oturacaqdır sizə. Düzdür, əsər abstrakt mövzuda olduğuna görə Vasili Kandinski belə deyək, abstraksionizmin əsasını qoyduğuna görə, abstraksionizmdə müxtəlif reallığın təsvir elementlərindən imtina, hal-hazırda bu əsərdə heç bir reallıq görmürük. Təsvir elementlərindən imtina, səth, rəhli hissə və xətlərdən istifadə var idi abstraksionizmdə. Gəlin baxaq görə indi bu rəhlərdir, rəhli hissələrdir, xətlərdir. Bu əsərdə necə təsvir olunubdur? Əsas ona diqqət eləyəcəyik. Bir nömrəli hissədə gördüyünüz kimi nömrəsinə qədər, burada Kandinskinin əsərində nömrəsinə qədər qoyulub kitabda. Zaten ki, bu əsərdə də diqqətlə baxanda elə görünür bu hissə. Ümumiyyətcə, əsər ümumilikdə 6 hissəyə bölünmüşdür. Birinci hissəsi atəş açan silahlar və maneələr hissəsi ki, biz yaxından onu görə bilərik. Əsərdə yazır ki, sol tərəfdə idi. Bəli, bu sol tərəfdə idi. Gəlin baxaq, sağ bu tərəf, bu soldadır bu hissədə. Hər hansı bir sol tərəfdə paralel xətlər var. Gördüyünüz kimi bax, paralel xətlər var yanlarında. Həmin paralel xətlər qırmızı tüstüyə bölünmüş. Yəqin ki, bu elə qırmızı şəkildə rənglənmənin də xüsusi mənası var ki, o qırmızı tüstü mənasına verir. Qırmızı tüstüyə bürünmüş atəş açan silahlar və maneələr ola bilər. Yəni ki, Kazaklarda 2 dənə döyüş meydanında, misal üçün belə deyim, insanlar olur. Həmin bu insanlarda da hansı ki o silahlarla, belə deyim, atəş açan silahlarla, maneələrlə, bunlar maneələr törədir də hücuma qarşı. Hansı ki bu mənanı verir. Sonra ikinci hissədə döyüşən süvari gəlir. Döyüşən süvarilər zaten bax aşağıda da görə bilirik. Gördüyünüz kimi işarələnibdir. Yuxarıda da elə bu hissəni görə bilirik. Yaxından şəkli tuta bilmirəm. Sizlər evdə köçürüb baxanda daha aydın görə bilərsiniz. Bu hissədədir. Döyüşən süvarilər nə deməkdir? Ağ atların belindədir həmin bu süvarilər. Mən düşünürəm ki, bəlkə də elə quşa oxşar bir təsvir var. Hansı ki, onu rəmzi mənada ağ at kimi adlandırıb. Ağ atların belindədir. Döyüşən bu kazaklar ağ atların bellərində. Biz onu yalnız tanıya bilirik bu əsərdə sarı əlcəklərdən və yaxud da ki, qırmızı papaqlardan və iti uclu qılınclarından biz onu tanıya bilirik. Ki biz bunu bax bu hissələrdə görə bilirik ki, sarı əlcəyi bunların qırmızı papaqları və iti uclu qılınclarından tanıya bilirik. Sonra keçirik 3-cü bölməyə. 3-cü bölmədə zaten görünür göy qurşağı olduğu hər kəsə məlumdur.
Və bu göy qurşağı, gəlin baxaq bax. Sol tərəfdə, arxa planda bir dənə belə deyim, göy qurşağı təsvir olunub. Mavi təpə ilə bunu birləşir. Baxın, ortadan bir təpə gedir, göy rəngdə. Həmin bu mavi təpə ilə göy qurşağı birləşir və bu təpənin birləşdiyi hissədə zaten görünür. Bax, bu göy qurşağıdır, bu da təpədir. Mavi təpə ilə birləşib və körpünün rəmzini olubdur. Sanki elə bir bu göy qurşağı körpü rəmzini oynayırdı. Sonra gəlirik quşlar. Ən rahatı demək olar ki, quşlardır. Normal halda da ziqzaq və V şəklində biz onu görə bilirik. Quşlar ziqzaq və V şəklində göstərilmiş bir quş dəstəsini görə bilirik əsərdə. Növbəti hissələrdə biz artıq kazaklar və şiş təpələri görürük. Yəni 5-ci bölmə. Gördüyünüz kimi 5-ci bölməni yaxınlaşdırıb, həm də əsərin özündə yaxınlaşdırıb görə bilərsiniz. Burada kazaklar və şiş təpələr 3 dənə kazak görürük. Yəni bu 3 dənə qırmızı hissə güya ki kazakdır. Həmin bu 3 dənə kazak mavi təpənin fonundadır. Doğrudan da bir təpə gedir. Göy təpəni bayaq dedik, göy qurşağının yanında olan, göy qurşağıyla birləşən təpənin yanında, deməli 3 dənə kazak verilib, mavi təpənin fonunda təsvir olunub. Bu qədər sadə. Sonra 6-cı hissə, gəlin baxaq, gördüyünüz kimi bu təpədəki saray hissəsi adlanır ki, alçaq qalanı xatırladan bu qəsrin cizgiləri bir neçə xətt vasitəsindən göstərilib. Gəlin baxaq, əsərdə də canlı görərsiniz ki, o xəttləri hansı ki göstərir, baxın burada. Həmin xətt bir neçə belə deyim, xətt vasitəsindən göstərilir. Bilmənizi istəyirəm ki, ümumiyyətcə 2-ci Dünya müharibəsində faşistlər tərəfindən ümidsizlik sənəti adlandırılan sənət abstraksionizm sənəti adlandırılıb və ümumi olaraq əlavə məlumatlarda da Vasili Kandinsky barədə sizlərə xeyli məlumatlar orada qeyd eləmişəm. İstəsəz YouTube kanalında da baxa bilərsiniz həmin məlumatlara. Özünüzə yaxşı baxın. İmtahanda hər birinizə uğurlar olsun.